Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Biz niye qorxuruq? Nədir səbəb ki, insan qorxur? Değerli dinləyicilər, qorxu əslində insanın təbiətində olan, Allahın insana verdiyi bir müdafiə sistemidir. Əslində qorxu bir nemətdir. Təbiidir ki, kontrol olunma şərti ilə. Çünki qorxunun iki növü vardır. Təbii qorxu, bir də qadağan olan qorxu. Daha doğrusu təbii olan qorxu, bir də ibadət olan qorxu. Belə götürək. Çünki o ibadət hissəsi özü bölünəcək. Təbii qorxu nədir? Bir insanın yanmasından, ölməsindən, xəstələnməsindən, sevdiklərini itirməsindən, dostunla düşmən olmasından, bu cür hallardan qorxması təbii qorxudur. Misal üçün, aslan ona hücum etmə ehtimalı və qorxur heyvandan. Deyir ki, mən filan yerə girmirəm, orada heyvan var, mən qorxuram o heyvandan. Bu təbiidir, buna ayıbdır, insan qorxmaz, Allahdan başqasından qorxmazlar. Bu sözlər yanlış sözdür. Yəni, yerində deyil. Yerində Allahdan qorxarlar sözü vardır ki, ona da toxunacaq. Deməli, bu cür qorxulara görə kimsə qınanmaz və bu cür qorxulara görə insanın üzərinə getməzlər. Çünki psixologiyada bu Allahın insan fitrətinə otuzdurduğu bir sistemdir. Sən isə məndən tələb edirsən ki, qorxma və beləliklə də məni utandıraraq qorxduğum yerə aparırsansa və sonradan mən qorxsam və məndə psixoloji pozğuntular baş verə bilər və beləliklə də bundan sonra uzun zaman lazım olur ki, bunu müalicə edəsən. Çünki qorxu, travma, daha doğrusu yara qorxusu kimi, yara ağrısı kimi deyil. Kəsmək kimi, sınmaq kimi ağrı deyil. Qorxu insan psixologiyasında baş verir. Yəni, yaranı 20 günə, bir aya düzəldirsən, amma qorxunu bəzən illərə düzəldə bilmirsən. Ona görə də dəyərli insanlar, dəyərli ailələr, heç vaxt evinizdə ailə üzvləri ilə və yaxud da sevdiklərinlə qorxu oyunları oynamayın. Bir-birinizi qorxutmayın. Birisi qapı arxasında gizlənir, o gələndə bu çığırır, o qorxur və gülürlər. Bəli, sən gülürsən, sənin üçün əyləncə oldu. O isə gülür utandığından, yəni o qorxdu deyə. Gülür ki, öz eybinin üstünü örtür. Amma onda şuur altında bir şey yaranır. Ona görə etməyin belə. Hətta hepatit A xəstəliyinə qədər gedib çıxır bu. Bəli, bəli, qorxu hepatit A, yəni bildiyimiz hepatit A-ya səbəb olur. Ona görə də dəyərli insanlar bu qaraciyərdə ləkə saxlayır və bir ömür o insandan getmir. Buna bizdə xalq arasında deyirlər sarılıq xəstəliyi, sarılıq. Yəni qaraciyər ləkə düşür və üzün rəngi, çöhrəsi saralır. Bu qorxudan yaranır əsasən. Bəli, ona görə də yəni heç kəs bir-birini qorxutmasın, çünki qorxu insanda təbiidir. Və hamında bu vardır, hamında, bütün peyğəmbərlərdən tutmuş cahillərə qədər. Hamısında qorxu var. Çünki qorxu insanın təbiətindədir. Allah ona verib ki, özünü qorusun. Çünki insan qorxur, ailəm dağılar, qorxur bundan və bəzi işləri görmür. Bax, bu qorxu ona ailəsinin davamlı olmasına səbəb olur. İnsan qorxur ki, bir sözü danışmağa, sevdiyim məndən küsər. Bax, bu onun sevgisinin davamlı olmasına səbəb olur.
və yaxud da insan qorxur ki, canına zərər gələr, bədənini qoruyur soyuqdan, heyvandan, elektrik çarpmasından, yanğından və beləliklə də özünü qoruyur, salamat olur. Deməli, qorxu qoruyucudur və təbiidir. Bunda bir problem yoxdur. Bu qorxu hətta Qur'an-ı Kərimdə də dəfələrlə ayə olaraq keçir. Misal üçün, Əş-Şüara surəsi 14-cü ayədə Musa aleyhissalam buyurur ki, فَأَخَافُ أَنْ يَقْتُلُونِ Qorxuram, ey Rəbbim, onlar məni öldürər. Bax, məni öldürərlər. Ölümdən qorxdu. Bu Peyğəmbər idi. Heç Allah ona demədi ki, ey Musa, bu nə sözdür danışırsan? Niyə qorxursan? Qorxma. Niyə? Çünki Allah verib ona. Ölümdən insan qorxur. Ölmək istəmir. İnsan şikəst olmaq istəmir. İnsan ailəsinin dağılmasını istəmir. Bu qorxu normal qorxudur, təbii qorxudur. Və yaxud da ki, Qasas surəsi 21-ci ayədə keçir. فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ O, oradan qorxaraq, qaçaraq uzaqlaşdı. Bəli, deməli, bunlar Qur'an-ı Kərimdə də göstərilir ki, bu cür qorxular problem yoxdur. Bu arada onu da deyim ki, dəyərli insanlar, bu qorxu ki var, bəzən uşaqlarda daha çox olur bu. Bunun çox səbəbi bəzən travma olur, travma. Yəni, o bir dəfə böyük bir çapda qorxub, o onda travma qalıb, ömür boyu o ona əziyyət verir. Bəzən qorxuya səbəb budur. Çünki bizə qorxu dedikdə, yəni bəzi şarlatan dindarlara qorxu deyən kimi deyir ki, gedək ona bir şey dua yazdıraq və yaxud da gedək qorxuluğun götürək və yaxud da ki, onu apar filan yerə, orada onu bir dəfə qorxudacaqlar, düzələcək. Bütün bunlar batil inancdır, bunlar şirkdir, bu cür qorxu çıxartmazlar. Qorxu üçün dua yazılmaz. Qorxu üçün tilsim edilməz. Bunlar hamısı şirkdir, küfürdür, olmaz. İnsan qorxursa bir səbəbi var. Ya travmadır, yəni bir dəfə böyük çapda qorxub, o onun canında qalıb. O ola bilər, adətən üzür mərasimlərində olur. Yəni evin içində hey qaranlıq, ağlamaq, ağır qüvvələr, yəni mənfi enerji çox olur ətrafda. Bəzən zəif insanlarda bu baş verir. Çox vaxtı üzürdə baş verir bu. İnsan qorxur, o qorxu ondan bir müddət qalır. Qorxma, o keçib gedəcək, o travmadır. Ölçüsündə gələcək, zaman keçib gedəcək. İnsan var, təbiətində var qorxaqlıq. Yəni adam var, elə hər şeydən qorxaqdır. Bax, belə adama adətən ailələrdə güya onu tərbiyələndirmək üçün o qorxmasın deyə, kişi qorxmaz, qorxma deyə göndərirlər onu, onun qorxduğu yerə. Bu da düzgün tərbiyə deyil. Çünki o qorxursa, yanlış yerə qorxur. Amma hər nədir, sən onun içində baş verənləri görmürsən. O nədən qorxduğunu bilmirsən. Bəlkə bir filmə baxıb ondan qorxub. Və yaxud da ki, bəlkə gerçəkdə bir şeylər görüb, o qorxu onda qalıb, sən isə onu utandıraraq göndərirsən, beləliklə də o adamı daha pis vəziyyətə salırsan. Bu isə doğru deyildir. Qorxursa onu zamanla müalicə eləmək lazımdır, zamanla. Yəni qorxma, bax hardan qorxursan? Deyir ki, filan otağa girməyə qorxuram. Tut onun əlindən, get həmən yerin işığını yandır, dinən gəl bir gedək otağa baxaq. Bax bu otağa. Burada nədən qorxursan? Bax mən buradayam. Mən bura gəlirəm, başqası gəlir, heç kəsə heç nə olmur. Niyə sənə olur? Deməli sən burada bir şeydən qorxmusan, qorxma. Bax divarlara, gör nə görürsən. Ola bilsin ki, orada bir rəsim görüb ondan qorxub. Ola bilsin ki, orada bir ağac görüb onu başqa cür təsəvvür edib. Bəlkə də orada güzgü olub, güzgünü görüb qorxub. Çünki insan gözün ağ hissəsi parlaq olur. Adətən qaranlıq yerdə güzgüyə baxanda insan qorxunc bir şey görür. Əslində özünü görür. Çünki onun gözünün ağlığı fosfordur. O parıltı verir. O insan qorxudan özünü gördüyünü belə bilmir. Və beyində, beyin özünün müdafiə sistemini atır və ona görə də
o gerçəyi görə bilmir. Əsl həqiqəti görə bilmir ki, o mənəm. Qorxmağa ehtiyac yoxdur. Və yaxud da ki, o otağa vurulan şəklin əksidir, göründü. Yəni, qorxmaq lazım deyil, amma insan qorxur. Elə ona görə də dəyərli insanlar, sizi qorxudacaq bütün vasitələri evdən qaldırmaq lazımdır. Misal üçün, yataq otağında güzgü olmaz. Amma əksər ailələrin problemidir bu. Yataq otağında güzgü olması. Çünki yataq otağında yuxulu olursan, yuxudan oyanırsan, qəflətən güzgü ilə üz-üzə dursan, o səndə qorxu yarada bilər. Qorxu da bir dəfə yarandısa, illər lazımdır onu düzəltməyə. Ona görə də qorxunu yaradan səbəbləri də tutmuyor. Və bəzi insanlar özünü zorluyur ki, mən qorxmayacağam, güclə qorxulu yerə gedir. Amma içində var qorxu. Ona görə bu cür risk etmə. Risk etmə. Ola bilər sən deyən alınmasın, sən zəif olasan, beynin sənə bir şeylər göstərsin. Gerçəkdə orada bir şey yoxdur, dəyərli insanlar. Ay, mən cin gördüm, nə bilim, nə gördüm. Onlar heç biri gerçək deyil. Amma həqiqətən o insan bir şey görür. Yəni, bu yalan danışır da demək olmaz. Çünki o adama haqsızlıqdır, yalan demir, o görür. Amma o görüntü çöldə deyil. Yəni, sənin üz-üzə gördüyün yerdə deyil. Görüntü sənin beyninin içindədir. Bəli, dəyərli insan, o sənin beyninin içindədir. Sənin gözün görmür, beynin görür. Çünki sənin gözün görsə, biz hamımız onu görməliyik. Yəni, sən üz-üzə divara baxanda, divarı görürsənsə, mən də görürəm. Amma sən divara baxanda orada bir canlı görürsənsə, mən isə görmürəmsə, deməli, sən o görüntü çöldə deyil, sənin içindədir. Mən isə sənin içində deyiləm. Mən sənin içini görmürəm. Ona görə mən görmürəm, sən görürsən. Bu psixologiyadır. Beyin bəzən bizə yanlış informasiya verir. Bəli, bu necə baş verir? Baxın, hərə öz yadına salsın. Çünki hər kəsin həyatında bu olur. Sən, misal üçün, bir iş görürsən, qəflətən sənə belə gəlir ki, arxanda kimsə var. Ondan sonra utanırsan deyə və yaxud da ki, baxmaq istəmirsən deyə, əhəmiyyət vermirsən, yavaş-yavaş bu iş böyüyür. Sənin beynində forma yaranır ki, mən bir də başımı çöbürdüm, çöndüm, gördüm ki, bir dənə, nə bilim, iri buynuzlu bir şey, nə bilim, bir tək gözlü bir şey mənə baxır filan. Bax, bunları başlayırsan düşünməyə və düşündükcə dərinləşir bu fikir. Və sən təsəvvür edirsən ki, arxanda ən qorxunc bir şey var və bir də görürsən ki, o adam geriyə baxmadan, qışqıraraq fəryad götürür, qaçır. Nədir? Mənim arxamda nəsə var idi. Əslində bunu beyin formalaşdırır. İndi bu psixologiyada belədir. Bu 100% təsbit deyil, 100% o demək deyil. Mən nə deyirəm, o doğrudur. Bu adətən belə olur. Çünki bunun çox cüz'ü hissəsi var ki, metafizik bir hadisə baş verir. Bu da ki, insan sinirlərinin pozulması ilə baş verir adətən. Misal üçün, bir insan çox sevdiyini itirəndə və yaxud da ki, bir insan çox qorxanda insan beynində sinirlər pozulur və gözə qəribə şeylər görünməyə başlayır. O bir müddət sonra baş verir. Ona görə bir insanın evində hüzür mərasimi olandan sonra o insana təsəlli vermək lazımdır. Ona roza, mərsiyə deyib ağlatmaq lazım deyil. Çünki o ağladıqca çökür. Ağlamaq xeyirdir, bu cürə demirəm. Ağlamaq xeyirdir, sakitləşir insan. Amma sözlər deyirlər, insanın içini oyadırlar, qəribə, qorxunc sözlər. Yəni, qorxunc necə? Yəni, insana təsir edici sözlər ki, yəni, sən sevdiyin belədir, o yaxşı adam idi, necə öldü o, heyf ondan, onun kimisi yox idi. Yəni, insanı çarəsizləşdirir və bu insanda psixoloji çöküntü yaradır. Bu doğru deyil. Əksinə, o insana demək lazımdır ki, nə olub ki? Nə olub ki? Birinci insan deyil ki, o ölür. Milyardlarla insan ölüb. Yaxşılar Allahın yanında gözəl yerə gedir, pislər cəzasını çəkir. Sənin həyat yoldaşın, ya da sənin oğlun, ya da sənin dostun, o yaxşı insan idi. Yəni, insana təsəlli verərək, insana bunu rahatlıq vermək lazımdır. Çünki adətən belə vəziyyətlərdə insanda bu həyəcan bir sinirə gedir, çatır ki,
O bir müddət davam edəndən sonra 10-15 gündən sonra bu başlayacaq onun gözünə qəribə şeylərin görünməsinə. Bu da onda əgər qabağa alınmasa daha dərinə gedəcək və sinirlərin pozulması hətta əsəb xəstəliyinə qədər gedib çıxa bilir. Ona görə də biz qabağını alaq. Səbəb nədir? Evimizi təmizləyək. Evimizdə ölülərin rəsmini və yaxud da ki, güzgülərin olması, evdə güzgü olaraq üstünə geyiminə baxmaq üçün elə yerdə olsun ki, sən orada həm işıqlıqda olursan, həm də ora sənin üçün qorxulu yer deyil. Amma yataq otağı kimi yerdə olması isə doğru deyil, çünki ora adətən qaranlıq olur və orada insan qorxa bilir. Rəsmlərin, heykəllərin, bax ona görə görüntülərin hamını evdən yığışdırmaq lazımdır. Kimdəsə bu varsa, zamanla onu tərbiyələndirmək lazımdır. Qaranlıqdan qorxursa, işıqlıqda yatsın. Əslində işıqda yatmaq yaxşı şey deyil, amma bunun üçün müalicə alırdı deyə olar. Yəni biraz işıqlı olsun, çox yox. Çünki işıq insanın yuxunun tam ramına keçməyə icazə vermir. İşıq insanı oyadır. Çünki psixoloji insanda belədir. İnsan işıq görən kimi oyanmaq istəyir. Çünki elə bilir ki, sabahdır. Beyin aldanır. Ona görə qaranlıq olanda insan yatmaq istəyir. Yəni ona görə də qaranlıqda yatmaq lazımdır. Amma ki, bir problem varsa biraz yüngül işıq yandırmaq lazımdır. Təklikdən qorxursa cüt yat. Yəni yanında biri yatsın ki, qorxmayasan. Bir müddət nəsihət, tərbiyə ala bu düzələcək. Və heç vaxt bir-birimizlə qorxulu zarafatlar etməyək, qorxulu filmlərə baxmayın. Qorxulu filmlər şeytanın hiləsidir. Çünki insana bunu verməklə insanda öz işini şeytan başladır. Deməli, bu qorxu təbii qorxu bölümü idi. Bir də var ibadət qorxusu. İbadət qorxusu nədir? İbadət qorxusu Allahdan qorxmaq. Cəhənnəmə düşməkdən qorxmaq. Allah ilə aramın pozulmasından qorxmaq. Bu ibadətdir. Kim belə qorxursa, ona deyirlər Qur'an-ı Kərimdə muttaqi. Yəni Allahdan qorxan. Muttaqi kimdir? 100% cənnət əhlidir. Allahdan qorxanlar cənnət əhliləridir. Allahdan qorxuram, boş söz yox ha. Allahdan qorxur və Allahın əmrlərinə tabe olur. Amma ara bir xətası var, günahları da var. Allah onu təmizləyəcək. Çünki bu Allahdan qorxur. Çünki bu cəhənnəmə düşməkdən qorxur. Çünki bu qəbir əzabından qorxur. Bax, Allahın Rəsulu hər namazının sonunda bu sözləri deyərdi. Qəbir əzabından, cəhənnəm əzabından sənə sığınıram. Deməli, bu qorxu insanı ucaldır, mömin edir, yüksəldir. Bir də var şirk qorxusu. Yəni, bu da ibadət qorxusudur. Deməli, bu ibadət qorxusu insanı cənnətə aparır, Allahdan qorxu. Bir də ibadət qorxusu ki vardır, Allahdan qeyrisindən qorxur. Misal üçün, kiminsə cəddindən qorxur. Onunla işin olmasın, onun cəddi var, səni vurar. Və yaxud da ki, ziyarətgahlardan qorxur. Ziyarətgahlarda özünü orada yaxşı aparır. Niyə? Oran aurası deyir, burada filan kəsin qəbridir, burada gülməzlər, burada nə bilim belə etməzlər. Yersiz qorxu. Var tərbiyə, əlbəttə məzarlıqda insan tərbiyəli olar. Getmirsən birinin məzarına, orada çıllıq atmayacaqsan ki. Tərbiyəli olacaqsan, sakit qalacaqsan, baxıb ibrət alacaqsan, bu başqa. Bir də var qorxu, yəni içdə həyəcan var, burada qorxu var, özünü pis aparma, vurar bunun sahibi səni. Bax, bu qorxu ibadət qorxusudur. Və yaxud da ki, qorxur ki, mənə nəsə eləyiblər. Bu günümüzün ən böyük problemidir. Mənə nəsə eləyiblər. Niyə? Mənim işlərim düz getmir. Mənə cadu eləyiblər. Yuxuda da gördüm, mənə belə dedilər. Bir qorxu yaranır bunda, gedir molla yanına, tilsimi sındırtdırır və nə elətdirir. Bax, bu şirkdir. Deməli, bu qorxuda, yəni kimsə belə qorxunu, yersiz qorxunu, yəni şirk olan qorxunu içində yaradaraq, bu içində yaranandan sonra gedir bir günah edirsə, yəni gedir cadügərin yanına, nə bilim, baxıcını gətirir, evindən cadu çıxartdırır, o da çıxardır,
Həqiqətən çıxardır, ha, belə ən doğrusunu deyim. Yəni yalancısı varsa, onunla işimiz yox. Həqiqətən çıxartdısa, bu o deməkdir ki, sənin canın qurtardı. Kim sənə dedi canın qurtardı? O oradan çıxdı ki, səni daha da çox özünə bağlasınlar. Bəli, bəli, daha da çox özünə bağlamaq üçün. Çünki Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Ali İmran surəsi 175-ci ayədə: İnnəmə zəlikumuş şeytan yuxavvifu awliya'ahu fala taxafuhum və xafuni in kuntum mu'minin. Bu şeytandır. Sizi öz dostları ilə qorxudur. Şeytanın dostu. Bax, gəldi sənin həyətindən cadunu tapdı. Həqiqətən tapıb ha. O necə qoyublar betonun altına, necə qoyublar mərmərin altına. Bu şər qüvvənin işidir. Yəni mövzu başqa mövzudur deyə ora keçmirəm. Yəni bu işlər baş verə bilər, demirəm yalandır. Həqiqətdir. Amma həqiqət olsa belə, sən onu evinə gətirdin ha. O kafir idi, sən onu evinə gətirdin. O özü ilə birlikdə şər qüvvəni gətirdi, tökdü sənin həyətinə. Bir dənəsini tapdı, çıxartdı çölə. Amma sənin evinə bir şərri gətirdi ki, o şər sənin evindən çıxmayacaq. Çünki sən səbəb oldun ona. Bəs həqiqətən də mənə cadu etmişdilər. Mən nə edərdim? Nə edərdin? Məgər Allahın gücü çatmır o cadını məhv etməyə. O cadu nədir ki? Kağızın üzərinə yazı yazılıb, yağ sürtülüb, nəsə sürtülüb. Vəssalam, Allahın da buna gücü çatmayacaq. Mələklərin də buna gücü çatmayacaq. Elə mi düşünürsən? Elə buna görə o müşrik olur. Ki, belə düşündüyünə görə. Allah üçün nədir bunu yox etmək? Cadu ediblər, Allahın Rasuluna da etmişdilər. Hətta təsir də elədi. Nə oldu sonu? Allah yox etdi. Allah yox edəcək. O sənin başına gələcək hadisədir. Sənin də haradasa bir xətan olub, Allah səni buraxıb şər qüvvə ilə üz-üzə. Səni bir bəlaya salıb. Allahın izni ilə baş verib bu. Səni bəlaya salıb ki, oyanasan, düzələsən. Sən isə daha da korlanırsan. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, əgər bütün insanlar yığılıb sənə zərər vermək istəsələr, Allahın sənin üçün yazdığından çox sənə zərər verə bilməzlər. Yəni, zatən sənə o zərəri Allah yazmışdır. Niyə? Səni düzəltmək üçün. Sən islah olmursan, Allah səni bəlaya salır. Misal üçün, kişidir, gedir zina edir, Allah onu bəlaya salır ki, düzəl ey qulum, zina ilə yanıma gəlmə ha. Onu bəlaya salır, nə bilim, yanına getdiyi o əxlaqsız qadın ona bir cadu eləyir. Sonra da bu deyir ki, mən bunu təmizləmək üçün nə edeyim? Gərək gedən bir yerə də. Allah bunu sənin başına gətirdi ki, sən islah olasan. İndi mən bir misal dedim, indi bu o demək deyildir, kimə cadu edirlər, o zinakardır. Yəni bir misal dedim, bu ola bilər başqa sahədə, bütün sahədə ola bilər. Vəzifə üçün ola bilər, bu ola bilər övlad sevgisindən olsun. Allah səni oyadır ki, ağıllı ol ey qulum, özünə gəl. Özünə gəl, bu övlad sevgisi səni küfrə aparmasın. Səni oyadır, sən oyanmayıb da gedib evinə cadugəri gətirib, bu qorxunu bununla düzəltməyə çalışırsansa, bu qorxu şirk qorxusu olur. Yəni sən müşrik oldun. Cadugəri evinə kim gətiribsə, tövbə eləsin, indi bu dəqiqə tövbə eləsin. Çünki o şirk edib, müşrik olub. Bu cura ölərsə, böyük günah ilə Rəbbinin huzuruna gedəcək. Tövbə elə, təmizlən. Ona görə də deməli qorxu təbiidir. Amma qeyri-təbii qorxu, yəni qeyri-təbii nədir? Bunun cəddi məni qurar. Bu nədir? Gözmuncuğu asmışam ki, evimə göz dəyməsin. Qorxursan ki, evinə göz dəyər. Bu nə muncuqdur belə səni qoruyur? Tovuz quşunun lələyi sənin göz nəzərdən qoruyur. Nə bilim, tikan asır maşınından, evindən, at nalı. Hə, bax, bunlar hamı şirkdir. Niyə? Çünki bu qorxur ki, evimə bəla gələr. Halbuki belə bir bəla yoxdur, yazılmıyor. Yoxdur belə bir bəla. O bəlanı at nalı qovurur. Bəs nədir evinə gələ biləcək bəlanı qoruyan? Allah. Səhər, axşam zikirlərini et. Ağzın hələ zikirdə olsun. Ondan sonra görüm sənə kimin gözü dəyir. Görüm ondan sonra sənə kimin cadusu təsir edir. Görüm ondan sonra sən hansı şər qüvvədən qorxursan. Heç nədən qorxmayacaqsan. Sırf müsəlman olacaqsan.
İbadət növlü qorxuda yalnız Allahdan qorxacaqsan. Şeytandan, şərdən, cadüdən, nədənsə qorxmayacaqsan. Olacaqsan savadlı, zəkalı bir mömin, alicənab bir mömin. Yoxsa mömindir, barmağından, nə bilim, boğazından bir şey asıb, dua asıb. Özünə mömin deyir, ev qapısından atnalı vurub. Bunlar xurafat, cahil, dində sıfır adamlardır. Həqiqətən. Həmin adam var ha, bu cür şeylərə inanır ha. O Qur'anı əzbər bilsə belə, müsəlmanların gözündə ən rəzil adamdır. Çünki nə Qur'an bilir ki o, Qur'anın zikri ilə özünü qorumur, gedib şeytanın oyunu ilə özünü qoruyur. وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللّٰهِ Bakara surəsi 102-ci ayə. Allahın izni olmadan heç kəs sənə zərər vura bilməz. Deməli, sənə biri zərər vurubsa, sənin xətan var. Allah səni düzəltmək istəyir. Sən isə daha da korlanırsan. Allah qorusun. Bəli, dəyərli müsəlmanlar, yəni bu qorxu deyilən şey bəzən təbiidir, bizim təbiətimizdə vardır. Övladlarda kimdə bu cür şeylər varsa, çox da öz üstünə getməsin, amma zaman-zaman özünü müalicə eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.